Tülçe və Qarğa nağılı. Bu nağılın rişəsi hardadır? Dərsi kitablarımızda Rubah və Zağ adında olan şeiri oxumuşuq. Həbib-i Yağmai bu şeiri rəhmətli Mirzə Əli Əkbər Sabirin Hop-Hopnaməsindən Farsiya döndəribdi. Amma Mirzə Əli Əkbər Sabirdən qabaq 1668-ci miladi ildə Jean de La Fontaine adında bir Fransəvi nivisəndə bu nağılı yazmışdı. Amma bu nağılın əsli rişəsi çox qədimlərə qayıdır. 600 il miladdan qabaq Ezob əfsanələrində bu nağıl gəlibdi. Ezob bir nökər və qulam idi ki, öz ərbablarına nağıl təriflərdi və çoxlu dastan bilirdi. Ezob 600 il miladdan qabaq Yunanda yaşırdı və bu nağıl Ezobun əfsanələrində gəlibdi. Amma Mirzə Əli Əkbər Sabirdən Tülkü və Qarğa nağılı. Pendir ağzında bir qara qarğa, uçaraq qondu bir uca budağa. Tülkü görcək, yavaş-yavaş gəldi. Endirib baş, ədəblə çömbəldi. Bir zaman həsrət ilə qarğa sarı, atdan marıtdı baş yuxarı. Dedi, əhsən sənə, qarğa ağa, nə nəzakətlə qonmusan budağa. Bəzədin sən bu gün bizim çəməni, şad qıldın bu gəlməyinlə məni. Nə gözəlsən, nə xoş nəqasən sən, yeri var söyləsəm, xumasən sən. Tühlərindir ipək kimi parlaq, bədi nəzərdən vücudunu sınıraq. Bu yəqindir ki var sevimli səsin, oxu versin mənə səfa nəfəsin. Böylə sözdən fərəhlənib qarğa, ağzını açdı ta ki etsin qa. Qa edərkən hənuz bircə kərə, pəndiri dümdüyündən endi yerə. Tülkü fورən havada qapdı yedi, qarğaya tənə ilə böyle dedi. Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki yaltaqlar.